İranlı şairin bir şeiri var. Kərbəla, dər Kərbəla miman dəgər Zeynəb nəbud. Yəni Kərbəla ilə Kərbəlada qalardı, yaddan çıxardı, əgər Zeynəb olmasaydı. İstədim bu şeiri Azərbaycan dilində həm tərcümə eləyim, həm də buna bir nəzirə yazım. Kərbəla çıxardı yaddan, əgər olmasaydı Zeynəb. Heç nə qalmazdı o addan, əgər olmasaydı Zeynəb. Nə Muharrəmi bilərdik, nə bir ərbəyin görərdik. Aşura günü gülərdik, əgər olmasaydı Zeynəb. Ümmət İslamı atardı, haqqı batilə qatardı. Xab-ı qəflətdə yatardı, əgər olmasaydı Zeynəb. Əhli haqqı bilməz idik, əhli haqqı görməz idik. Haqq yolunda ölməz idik, əgər olmasaydı Zeynəb. Zülm ilə vuruşmaz idik, heç ayağa qalxmaz idik. Kax zülmü yıxmaz idik, əgər olmasaydı Zeynəb. Nə Əbəl Fəzli tanırdıq, nə Ələsxərə yanırdıq. Hamısını yalan sanırdıq, əgər olmasaydı Zeynəb. Seyyid haqqı bilməz idi, haqq üçün dikilməz idi. Ona təb də gəlməz idi, əgər olmasaydı Zeynəb.